Tek questions. Disjunctive suallar. Deməli, ümumiyyətlə sual sözlərini xatırlayaq. Sual cümlələri qurmaq üçün bizə köməkçi feillər lazımdır. O köməkçi feillərimiz hansılardır? İndiki sadə zaman üçün do, did, does, did, am, is, are, who, was, were, shall, will, have, has, had, yanında əlbəttə participle to formalı feil olduğu halda modal feillər have to xaricində. Bunlar köməkçi feillərdir. Sual cümlələri qurarkən bizə bu köməkçi feillər lazım olacaq. Tek questions nə idi? Ayrıcı suallar. Ayrıcı suallar necə istifadə eləyirdik? Deməli, ayrıcı suallardan istifadə etmək üçün, daha doğrusu bizə cümləmizə baxırdıq. Cümləmiz təsdiqdədirsə ayrıcı sualı inkarda, cümləmiz inkardadırsa ayrıcı sualını təsdiqdə qururduq. Bunun üçün mütləq şəkildə cümləmizin mübtədasını və xəbərini tanımalıyıq və xəbərə görə cümlənin hansı zamanda olduğunu bilməliyik. You go to school 4 times a day. Go-nu gördük, bildik ki, cümləmiz indiki sadə zamandadır. İndiki sadə zamanda görən kimi biz düşünəcəyik ki, buna do və ya does-la sual vermək lazımdır. Do və ya does. Feilimizin sonunda s olmadığına görə does-dan deyil, do-dan istifadə eləyəcəyik. Demək ki, cümləmiz təsdiqdədirsə ayrıcı hissəsi inkarda qurulacaq. Cümləmiz inkardadırsa ayrıcı hissəsi təsdiqdə qurulacaq. Yəni bunlar bir-biri ilə tərs mütənasibdir. Və diqqət eləyəcəyik, əgər bizim mübtədamız şəxs əvəzliyi ilə ifadə olunmayıbsa, bu hissədə mütləq onu şəxs əvəzliyi ilə əvəzləməliyik biz. Şəxs əvəzliyi ilə əvəzləməyimiz lazımdır. Məsəl üçün, burada onsuz da ifadə olunmuşdu, elə you-nun özünü istifadə etdik. She plays olmalıydı. Burada hərf səhvdir. She played the guitar professionally. Yenə təsdiqdə olan bir cümlədir. Baxdım ki, she cümləmizin mübtədası plays xəbəridir. İndiki sadə zamandadır. Cümlə təsdiqdədir deyə doesn't she deyərək elə deyilmi? Bu belə bir məna verir Azərbaycan dilində. O professional şəkildə gitara çalır. Elə deyilmi? Yəni bunu biz də Azərbaycan dilində istifadə edirik də. Sual verib ardı ilə də bir təsdiq gözləyirik və ya bir inkar gözləyirik bir insandan. Tom watch TV. Yenə Tom cümləmizin mübtədası, watch cümləmizin xəbəri. Baxırıq ki, hansı zamandadır? Keçmiş sadə zamanda. Nə ilə sual veririk? Normalda diddən istifadə edirik. Təsdiqdə olan cümlədir deyə didn't deyə inkarını yaratdıq və Tom bir şəxslə bildirilmişdi deyə biz onu he deyə şəxs əvəzliyi ilə əvəzləmiş olduq. Bunlara diqqət edirik. Məsələn, my nephew deyər, onda bilməlisiniz ki, nephew kişi cinsidir, he deyin. My niece deyər, bilməlisiniz ki, niece qadın cinsidir, she deyin bu hissədə. Buna diqqət edirik. The dog was digging the ground. Baxıram ki, was burada mənim köməkçi feilimdir. Burada xüsusi diqqət nəyə eləyirik? Biz bilirik ki, gözümüzlə görə bildiyimiz və görə bilmədiyimiz köməkçi feillər vardır. İlk 3 cümlədəki köməkçi feili görmürük. Yəni, görmədiyimizə görə cümlənin zamanını müəyyənləşdirdik. Do, does və diddən istifadə etdik. O 3 cümlə xaricində, yəni indiki sadə və keçmiş sadə cümlələr xaricində bütün artıq cümlələrin köməkçi feili onun içində olur, görürük. Məsələn, burada was-u görürük. Shall olanda gələcək zamanda shall-i, will-i görürük. İndiki davam edəcək zamanda am, is, are-ı görürük. Modal feillərdə modal feillərin özlərini görürük. Yəni, bu gördüyümüz köməkçi feillərin özündən istifadə edirik. Və cümlə təsdiqdədir, wasn't it deyə cümləmizin inkar formasını elə deyilmi düzəltdik. Ayla and Jack didn't know ki, cümlə ümumiyyətlə inkarda olanda daha rahatdır. Onsuz da bu köməkçi feili gördün. Biləcəksən ki, bunun təsdiq formasını disjunctive tərəfdə aparıb istifadə eləyə biləcəyəm. Və Ayla və Jack də bunları da z ilə əvəzləmiş qaydada istifadə eləyirik. Ayla and Jack didn't know anything. Did they? Təsdiqdə də olanda eləmi deyə bir məna verir. Ayla və Jack heç bir şey bilmirlər. Eləmi bu qaydada məna verir. Xüsusi qeydlərimiz var burada, ulduzlu yerlərə diqqət eləyək. Deməli, əgər cümlədə never, seldom, rarely, hardly, scarcely, barely, unlikely və inkar əvəzlikləri, bu until, unless-i ümumiyyətlə qeyd eləmişəm, yəni bunlar da cümləyə inkarlıq qatır deyə. Yəni biraz haşiyədən çıxmış ola bilər, amma elə belə qeyd elədim, inkarlıq qatır deyə. Əgər bunlardan hər hansı biri varsa o cümlədə, o cümləni biz inkar kimi qəbul eləyirik.
Bunlar cümləyə inkarlıq mənası verirlər. İnkarlıq mənası verdiklərinə görə disjunktiv tərəfləri də təsdiqdə olur. Məsəl üçün, they seldom bake a cake. Onlar nadir hallarda keks bişirirlər. Eləmi? Və bu qaydada istifadə edirik. Seldom cümləyə inkarlıq mənası verdiyinə görə onun disjunktiv tərəfini təsdiqdə qurmuş olduq. Yadımızda saxlayırıq. Never, seldom, rarely, hardly, scarcely, barely, unlikely və inkar əvəzlikləri varsa cümlədə, o cümlələri biz inkar cümlə kimi qəbul edirik. Bunu hər yer üçün yadınızda saxlaya bilərsiniz. Məsəl üçün, əvəzlik testi işləyərkən xatırlaya bilərsiniz ki, əgər bunlardan hər hansı biri varsa cümlədə, mən o cümlədə ikinci inkar əvəzliyi istifadə etməyim, some və some'ın törəmələrindən istifadə etməyim, əksinə any və any'nin törəmələrindən istifadə edək. Bu qaydada. İkinci bir qeydimizə baxırıq. Have-lə olan ifadələr haqqında danışacağıq. Have to bilirik ki, modal feildir və have-in yanında to gördüksə, biləcəyik ki, onun sualın inkarını özlə düzəldə bilmərik, köməkçi feildən istifadə etməliyik. Have-in yanında isim gördüksə, demək ki, have burada əsas mənalı feildir. Sualını inkarı özü ilə düzəldə bilmərik və köməkçi feilə ehtiyacımız var. Have-in yanında participle to formalı feil gördüksə, təkrar qeyd eləmək istəyirəm. Have-in yanında olmayıb, biraz aralı da düşə bilər. Məsələn, niyə? Have-nə onun arasına hər hansı bir zərf girə bilər. Məsələn, have just broken. Araya just girdi. Just'ı görən kimi dayanmırıq. Broken'ı görməliyik orada. Və ya have accidentally broken. Accidentally görən kimi dayanmırıq. Broken'a mütləq diqqət eləməliyik. Yanında participle to formalı feil varsa, have-in özü köməkçi feildir. Have-in özündən istifadə edirik. Məsələn, nümunələrə baxırıq. She has to wear a uniform. Has to-nu gördüksə, biləcəyik ki, artıq has-in özündən istifadə edə bilmərik. İndiki sadə zamandadır. Doesn't she qoyaraq disjunktivini yaratdıq. Have a lot of homework. A lot of gördük. Və ya a lot of work gördük. İsim gördük, yəni. İsim gördüksə, o zaman yenə have-in özündən istifadə edə bilmərik. Don't we deyərək inkarını, disjunktivini bu qaydada qurduq. Və növbəti də have written, have-in yanında participle to formalı feil gördüksə, o zaman disjunktivini əlbəttə ki, have-in özündən istifadə eləyərək quracağıq. Xüsusi diqqət eləməli olduğumuz məqamlar hansılardır? Baxın, bunlar. Deməli, bu tip qaydasız feillər. Hansı tip? Olduğu kimi qalan. Keçmiş zamanı ilə indiki zamanı dəyişməyən. Kat, put, let tipli. Əgər feillərdən istifadə olunubsa, bu feillərə xüsusi diqqət edirik. Bunlar hər zaman bizə üçüncü şəxsin təki ilə verirlər. Üçüncü şəxsin təki ilə verirlər ki, şagird düşünsün ki, əgər üçüncü şəxsin təki ilə cuts deyil, yəni sonunda s deyil, cut şəklində verilibsə, o zaman düşünün ki, bu keçmiş sadə zamandadır. Çünki bu indiki sadə zamanda olsaydı, she üçüncü şəxsin təki olduğuna görə cut'ın sonunda s olardı. Əgər üçüncü şəxsin təki mübtəda ilə feil olduğu kimi qalıbsa, o zaman bilin ki, bu keçmiş sadə zamandadır və bunun disjunktivini istər sual formasına olsun, buna aid nə istəsəz, etsəz, bunu keçmiş zamanda qəbul edin. Biz də keçmiş zamanda qəbul etdik, didn't she deyərək inkar, yəni disjunktiv tərəfini yaratdıq. Bunları niyə ancaq üçüncü şəxsin təki ilə verirlər? Məsələn, düşünün ki, we ilə verib bunu. We cut tree in the garden. Burada biz bilmərik axı, we cut indiki sadə zamanda verib, yoxsa keçmiş sadə zamanda verib. Ona görə bunu həm don't we, həm də didn't we deyə disjunktivini qura bilərik. Əgər orada zaman zərfi göstərilməyibsə, əlbəttə. Əgər cümlə sonunda every-yə veribsə, don't we deyərik. Cümlə sonunda yesterday veribsə, o zaman didn't we deyərik. Yəni, bu tip dəyişməyən feilləri üçüncü şəxsin təkindən başqa bir şəxslə verəndə mütləq zaman zərfi verəcəklər. Zaman zərfi verməyiblərsə, cavab variantına baxaraq indiki zaman varsa indi, keçmiş zaman varsa keçmişi götürə bilərik. Xüsusi məqamlar əmr cümlələrinə diqqət eləyəcəyik. Əmr cümlələri bilirik ki, ingilis dilində feillə başlayan cümlədir. Təsdiq əmr veririksə, feilimiz təsdiqdə, inkar əmr veririksə, feilimiz don't-la başlayacaq, cümləmiz don't-la başlayacaq. Məsələn, open the window. Pəncərəni aç. Will you?
aça bilərsənmi? Bax belə bir məna verir. Açacaqsanmı? deyə bir məna verir. Don't come home so late. Evə belə gec gəlmə. Don't come, gəlmə. Eləyəcəksənmi növbət dəfə? Baxın, yenə video. Əgər söhbət əmr cümləsindən gedirsə, təsdiqdə də olsa fərq etmir. İnkarda da olsa fərq etmir. Onun disjunktiv tərəfi will you olacaq. Niyə you? Artıq biz bilirik. Çünki biz əmri ikinci şəxsin təkinə və ya cəminə edirik. Ona görə bizim burada verəcəyimiz şəxs hər zaman you'dur. Let's ilə başlayan əmr cümlələrinə diqqət edirik. Çünki let's bərabərdir nəyə? Let us. Burada söhbət bizdən gedir. Let's go to the cinema. Gəl sinemaya gedək. Let's gördüsə, o zaman onun disjunktivi shall we olar. Edəcəyikmi? Yəni gedəcəyikmi mənasında, gedəcəyikmi? Buna görə hər zaman let's ilə istifadə olunan gördüsə, əgər let's ilə başlayan bir əmr cümləsidirsə, onun disjunktivi shall we olaraq qurulacaq. Bura qədərini bilin. Və əgər let him, let her fərq eləmir, let us deyil, yəni let's deyil, başqa letdən sonra hər hansı bir şəxs gəlibsə, yəni də normal əmr cümləsində olduğu kimi will you qaydasına əməl eləyəcəyik. Və son olaraq I am tipli ifadələr varsa, məsələn, I am a very intelligent student. Bu tipli ifadələr varsa, o zaman burada istifadə eləyəcəyimiz disjunktiv aren't I olacaq. I am a very intelligent student, aren't I? Bir də burada qeyd eləməmişəm, amma belə deyim. Məsələn, cümlə everybody ilə başlayıb. Tam ki, belə bir cümlədir. Everybody went to the party. Və buna disjunktiv quracağıq. Biz bilirik ki, everybody-ni biz, ümumiyyətlə, bütün törəmələri biz üçün şəxsin təki olaraq qəbul edirik. Amma disjunktivini quranda everybody, somebody, nobody və s. fərq etmədən, indi inkarlar əlbəttə təsdiqlər inkar disjunktiv qurulmaqla bu hissəni qarışdırmayaq. Yəni, bütün bu törəmələri əgər canlıdan söhbət gedirsə they, cansızdan söhbət gedirsə it deyə əvəzləyəcəyik. Məsələn, everything is ready. O zaman isn't it bunu istifadə eləyəcəyik. Isn't it? Çünki everything cansızı bildirirdi. Amma desək ki, everybody are here. Everybody are here. Everybody artıq canlını bildirir deyə. O zaman deyəcəyik ki, aren't they? Bu formada əvəzləyəcəyik. Təkrar eləyirik. Əgər söhbət törəmələrdən gedir, yəni bizim mübtədamız və bu yerdə olan mübtədamız törəmədirsə, o zaman nə edirik? Əgər törəməmiz canlıdırsa, biz istifadə eləyəcəyik köməkçi feilimiz və they əvəzliyimiz. Əgər burada istifadə etdiyimiz törəmə cansızı əvəz eləyibsə, cansızdırsa, o zaman biz istifadə eləyəcəyik həmin o cümləyə görə köməkçi feilimiz və onu da it ilə əvəzləyəcəyik.